əhvalları əladır. Bir dəqiqə hal-hazırda bizim döyüşçü yoldaşlarımız qabaqdadılar. Biz də döyüşmüşük. Mən evdəkilərə, öz ailəmə və döyüşçü yoldaşım ailələrimə deyirəm ki, heç nədən narahat olmasınlar. Hər şey yaxşıdır. Bizim ordumuzu görən erməni dığaları hamısı qaçır. Yəni hər şeylərin tunulub, texnikalarını, toplarını, silahlarını tunulub qaçırlar. Heç kəs yəni Azərbaycan ordusunun gücünü gördülər ki, Azərbaycan ordusu nəyə qadir olduğunu. Gedirik yavaş-yavaş qabağa. İnşallah tezliklə bu məsələ həll olunardan inşallah. Qarabağda inşallah. Qohuma, əqrabana, sevdiklərinə Hamısına diləm narahat olmasınlar, hər şey Allahdır. Sağ-salamatçılıqdır. Salam söyləyirsən də? Əlövç salam, hamısına salam söyləyirəm. Sağ ol qardaş. Təqdim edin özünüzü. Baş leytenant Allah hediyə Şamil Ramizoğlu. Buradan bütün Azərbaycan xalqına öz salamlarımı çatdırıram. İnşallah Allah Taala'nın köməyi ilə işğal olmuş bütün rayonlarımız yaxın zamanlarda özümüzə qayıdacaq. İsmail rayonundan gəlmişəm döyüşə, hal-hazırda döyüşdük. Ön cəbhədən düşmüşük. İndi birazdan qalxacağıq döyüşə, hər şey yaxşıdır, hər şey qaydasındadır. Biz düşməni məhv edəcəyik tez bir zamanda. Salam deyirəm anama, atama, qardaşıma, hamısına salam deyirəm. Yəni sağ-salamat geri qayıdacağıq. İnşallah. Allah sizləri qorusun. Çox sağ olun, çox sağ olun. Eşq olsun Azərbaycan olsun. Eşq olsun Azərbaycan. Özünüzü təqdim edərdiniz. Salam, Ömərov Zaur, Balakan voyankomatından, Zaqatala Balakan uşaqları burada. Bu günlərim Azərbaycan gəncliyi yeni bir tarix yazır. Allah'a şükür görürük ki, erməni qaçıb gedibdir. Zəfər bizləndir, biz onu bilirik. İnşallah Şuşada, Qarabağ, Azərbaycanın nə qədər ki işğal olunmuş ərazisi varsa, hamısı bizimlədir. Bizim olasıdır. Əskər Babazadə Orxan, İsmail rayonu voyankomatı və səfərbərliyi ilə gəlmişəm. Və bu günlərim mən burada olmağımla həqiqətən də qürur hissinə duyuram və son nəfəsimə qədər də hətta qanun bahasına olsa belə vuruşacam. Qartalımızın, yəni xəritəmizi tam olaraq birləşdirək. Gizir Lələyev Elşad. Elşad necədir vəziyyət? Yaxşı, ürəyin istəyən. Yaxşıdır. Yaxşı olmasa bunu gətirənməzdik. Deməli bu tank bizimdir. Onların deyil. Bu tanklarla da biz onların üstünə təzdən getməliyik. Cəbhənin bu istiqamətindən Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Anar Şualı da hal-hazırda gördünüz ki, tankın üstündə cəbhə ərazisindən gəldi. Anar, qabaqda vəziyyət necədir, təəssüratları necədir, buyur. Təəssüratlarımı inanırsız sözlə bildirə bilmirəm. Möhtəşəm Azərbaycan əsgəri, silahlı qüvvələrimiz möhtəşəm işləyir. Düşmənin layiqli cavabını verir. Gördüyünüz kimi düşmən tankı Azərbaycandadır artıq. Azərbaycan silahlı qüvvələrindədir və öz tanklarını özlərinə qarşı istifadə edəcəyik. Eşq olsun Azərbaycan televiziyasına ki, Azərbaycan tamaşaçısını daim cəbhədən xoş xəbərlərlə, müjdələrlə verməkdə davam edir.